Salam mənim əzizlərim. Bu il Buğa bürcləri üçün sevgi mövzusunda çox önəmli dəyişikliklər ilidir. Astroloji mənbələrə görə Veneranın təsiri ilə Buğalar artıq yarımçıq münasibətləri daşımaq istəməyəcəklər. Onları yoran, güvən verməyən əlaqələrdə qalmaq istəməyəcəklər. Bu il sevgi onlara, Buğalara deyir ki, rahatlıq zonasından çıxmalısan. Əgər subaysansa fərqli bir insan diqqətini çəkə bilər. Münasibətdə olan Buğalar isə davam yoxsa tamam sualı ilə üzləşə bilərlər. Yəni komfort zonadır. Bu mənə rahatdır, amma mən buna görə nə qədər mənim üçün pis olsa da, amma yerim rahatdır deyə davam edim prinsipi olmayacaq. Yəni mütləq qərar verməli olacağınız münasibətlərdə dəyişim ili olacaq Buğalar üçün. Qərar verməsəm belə həyat özü sizin əvəzinizə qərar vermiş ola bilər. Buna görə Buğalar üçün 3 dənə kart çəkəcəm. Görək kartlar Buğalara nə vəd eləyir 2026-cı ildə. Bu göstərir ki, sən sevgidə çox tutunmuş birisən. Yəni ki, bərk-bərk münasibəti tutub saxlamısan, hisslərini qorumaq istəmirsən. Amma nə qədər dözsən və buna tutumlu olsan da, qorumaq istəsən də, artıq bu durum səni sıxıb. Və buraxmaq qorxusu münasibətini ola bilsin ki, ağırlaşdırsın. Bu kart böyük dəyişimi göstərir. Bu il köhnə sevgi anlayışı bitir, artıq sənə uyğun olmayan münasibətlər dəyişir ya da tamamlanır. Bu son deyil, sizin üçün yeni başlanğıc ilidir. Bu il bütün Buğaların həyatında sevgi baxımından çox ciddi dəyişikliklər olacaq. Bu kart ilin sonunda gələn sabitliyi göstərir, daha güvənli, ciddi, real bir sevgidən bəhs edir. Bu uzun müddətli münasibət və ya evlilik enerjisi ola bilər. Ümumilikdə götürsək Buğalar üçün bu il sevgi sənə deyir. Köhnəni, sıxıntılı olanı burax ki, daha sağlamı gəlsin. Və yaxud da münasibətiniz əslində yaxşıdır, amma münasibəti danışaraq daha bir üst mərhələyə, fərqli bir mərhələyə keçirə bilərsiniz. Bu qədər mənim əzizlərim.